Bugün biz Ağstafa şəhərində yerləşən Şəhid Ramiz Mustafayev adına Fudokon Karate Mərkəzinin Ağstafa filialının rəhbəri, belə deyək, Samir Ələkbərovun qonağıyıq. Yəni ondan çalışacağım ki, müsahibə götürüm. Şəhid Mustafayev Ramiz adına Ağstafa şəhər Fudokon Mərkəzinin rəhbəri Samir Ələkbərovdur, müsahibim. Çox sağ olun Acun xanım, gəldiniz. Təşəkkür edirik sizə öz adımızdan, komandamız adından. Belə deyim, bizim Ağstafada uzun illərdir ki, karate idmanı inkişaf edir. O klublar arasında Fudokon Karate Mərkəzidir, hansı ki Şəhid Ramiz Mustafayev adına uzun illərdir biz Ağstafada çalışırıq. Bu çalışdığımız illər ərzində şükürlər olsun bizim Avropa, Dünya Kuboku, Respublika çempionlarımız var. Bu ildə inşallah bizim aprel ayında Azərbaycanda beynəlxalq turnir keçirilir, hansı ki ev sahibliyi bizim ölkəmiz edir. Bu yarışda da bizim həm ölkəmizi, həm Ağstafamızı 10 idmançımız təmsil edəcək. May ayında inşallah Hollandiyada keçiriləcək dünya çempionatı 3 idmançımız vəsiqə qazanıbdır. Bizim əsas məqsədimiz odur ki, Ağstafamızda idmanı daha da mükəmməl yetişdirmək, idmançılarımızı, gənclərimizi sağlamlıqda, sağlam tərbiyədə idmana cəlb etmək, daha böyük yarışlarda nəticə vermək. Belə deyim, elə 1-ci Qarabağ və 2-ci Qarabağ döyüşlərində də bizim əsas o şəhidlərimiz, Allah rəhmət eləsin, cəmi şəhidlərimizə, qazilərimizə Allah şəfa versin, elə o döyüşən oğlunlarımızdan elə hər biri bizim bu yetişdirdiğimiz idmançılar idi ki, getdə o Şuşa dağlarına qalxan. Biz əsas məqsədimiz odur ki, bundan sonra da bizim Ağstafada daha böyük bir idman karyerası yaratmaq, idman dünyası yaratmaq, bütün yerdən qalxan gənclərimizi idmana cəlb etməkdir. Səmim, ümumiyyətlə bu sahədə neçə ildir fəaliyyət göstərirsiniz? Mən belə deyim, ümumiyyətlə mən özüm 6 yaşında idmana başlamışam. 30 ildən çoxdur ki, biz karate dünyasındayıq. Həm özüm, həm tələbələrim və şükürlər olsun ki, əlimizdən gələni edirik. Bundan sonra da inanıram ki, ümumiyyətlə belə deyim, karate bütün dünyada çox böyük inkişaf edibdir. Ümumiyyətlə tələbələrinizdən razısınızmı? Razı olduğum tələbələrim də var, olmadıqlarım da var. Amma inanıram ki, əsas bizim məqsədimiz qarşıdan gələn beynəlxalq turnirdir və dünya çempionatıdır. Oradan da gözəl nəticələr biz əldə etməliyik. Biz hal-hazırda məşqlərimiz gedir, davam edir, gündəlik hazırlıqlardayıq. Bizdə fərqi yoxdur, oğlan, qız, hər biri məşq edir. Qızlarımız da var, 5 yaşdan 20 yaşa qədər oğlanlarımız da var. İnanıram ki, bizim ölkəmizin hər bir yerində olduğu kimi Ağstafamızda da daha gözəl idmançıların yetişməsi üçün əlimizdən gələni edərik. İnşallah mən də öz növbəmdə uğurlar arzulayıram, yeni nailiyyətlərlə sevindirərsiniz. Təşəkkür ederim. Oldu da çox sağ olun, minnətdarıq sizə təşəkkür edirik. Balaca idmançımız Şəhid Ramiz Mustafayevin qızı Mahnur Mustafazadə. Qızım, ümumiyyətlə sən neçə ildir bu idman sahəsindəsən? 1 il. Ay maşallah. Müəlliminizdən razısınızmı? Sənin hədəfin nədir gələcəkdə? Avropa çempionu olmaq. Yəni mən sənin sizin atanızla bütün Azərbaycan fəxr eləyir. Yəni onu biləsən, sən bizim şəhidimizin yadigarısan. Mən sənə öz növbəmdə uğurlar arzulayıram qızım. Allah səni qorusun, uğurların bol olsun. Atanın ruhu da sənə baxsın, həmişə sevinsin. Uğur olsun sənə, nailiyyətlər, bol-bol nailiyyətlər arzulayıram. Sağ ol. Müsahibim Ağstafa şəhər Ramiz Mustafayev adına Fudokon Mərkəzinin tələbəsi. Mən Həsənova Ayşə, 2 ildir ki, karatedəyəm, məşq eləyirəm. Respublika çempionuyam. İnşallah may ayında Polşada keçiriləcək 10-cu dünya çempionatına vəsiqə qazanmışam və öz gücümü sınayacağam. Mənim məqsədlərim daha çox Avropa, dünyada nəticə verməkdir inşallah. İnşallah. Mən də öz növbəmdə sizə uğurlar arzulayıram. Uğurlarınız bol olsun. Təşəkkür edirəm. Çox sağ olun. Müsahibim Şəhid Ramiz Mustafayev adına Ağstafa Karate Fudokon Mərkəzinin tələbəsi. Yolçuzanə Ümid. 10-15 yarışda getmişəm. Birinci yerlərim çoxdur. 5 ildir karatedəyəm. Yəni yaxşıyam. Sənin hədəflərin nədir ümumiyyətlə bu idman sahəsində quracağın karyera ilə bağlı xahiş edim? İdman müəllimi olmaq istəyirəm. Müəlliminiz Samir müəllimdən razısınızmı? Razıyam. Mən də sənə uğurlar arzulayıram, böyük nailiyyətlər arzulayıram. İnşallah ki, bütün Azərbaycanımız üçün fəxr edəcək övladlardan biri olasan. Təşəkkür edirəm. Salam. Özün təqdim elə.
İmamverdiyeva Bahar 2 ildir ki Samir müəllimin məşqlərində məşq edirəm və mənim hədəflərim Avropa çempionu, dünya çempionu və olimpiya çempiyonudur inşallah. Mən respublika daxili yarışların gümüş və qızıl medalçısıyam və qarşıdan beynəlxalq turnir gəlir. İnşallah orada ciddi hazırlıqlarımız davam edir. İnşallah öz rəqiblərimlə çəkimdə gücümü sınayacağam. İnşallah qələbə. Mən də sizə uğurlar arzulayıram. Uğurlarınız bol-bol olsun. Bugün şəhid Ramiz Mustafayev adına Ağstafa Fudokan Karate Mərkəzində gördüyüm qürur verici mənzərə sözün əsl mənasında məni sevindirdi. Yeniyetmələrin sağlam ruhda böyüməsi, həmçinin idman ilə məşğul olması onu sübut edir ki, Azərbaycanın gələcəyi əmin əllərdədir. Xüsusilə də şəhidimizin qızı 9 yaşlı Mahnurun atasına layiq bir övlad kimi yetişməsi sözün əsl mənasında məni sevindirdi. Mahnurdan müsahibə aldığım zaman onun kövrəlməsi diqqətimdən qaçmadı. Allahdan cəmi şəhidlərimizə rəhmət diləyirəm. Mahnurun timsalında bütün idmançılarımıza uğurlar arzu edirəm. Samir müəllimə də öz şərəfli işində nailiyyətlər, qələbələr arzu edirəm. Aygün Əyyubova, İctimai Nəzarət Koaliyasiyasının Ağstafa rayon şöbəsinin sədri.